Rabbi şrah li sadri ve yessir li emri vahlul uqdeten min lisani yefqahu qavli. Esselamu aleyküm ve rahmetullah. Dünən məclisimizdə iştirak edən möminlər, əziz qardaşlar, yadımızda olduğu kimi əzadarlıq mövzusu barəsində danışırdıq. İmam Hüseyn əleyhissalama əzadar olmağın barəsində danışırdıq. Mən bu günləri ayrı bir dənə tema haqqında danışmaq istəyirdim. Deyim də inşallah sabahki temamızı İmam Hüseyn əleyhissalamın ziyarəti barəsində danışmaq istirdik. Ki, Əhl-i Beyt əleyhissalamın çox dərin, ağır hədisləri var bu mövzuda. Ki, möminlər də ərbəyin qabağıdır, ərbəyinə hazırlaşanlar var, ərbəyinə gedənlər var. Faydalı olardı inşallah, amma qərar aldıq dünənki temanı bu gündə davam eləyək bəzi cəhətlərdən. Çünki dünən mənbər qurtarandan sonra qardaşların sualları oldu və həqiqətən də yerli suallar idilər, lazımlı suallar idilər. Qərar aldıq ki, elə bugünkü mənbərdə onu davam eləyək. İnşallah sabahların Həzrətin ziyarəti barəsində danışarıq. Alimlərimizin, məclisdə iştirak edən əziz qardaşlarımızın, böyüklərimizin icazəsi ilə. Möminlərdən birinin sualı bu oldu ki, dünən biz İmam Hüseyn əleyhissalama ağlamağın fəziləti barəsində ki danışdıq. Qeyd elədik, hər kəs İmam Hüseyn əleyhissalama bir damcı göz yaşı axıtsa, Allah bütün günahlarını bağışlayar. Bir damcı göz yaşı. Suallardan biri budur ki, bəzi möminlər var, bəzi qardaşlar var, ağlaya bilmirlər. Məsələn, onlar necə? Onlar bu savabdan məhrumdular. Onlara bu savabı vermirlər. Əhl-i Beyt əleyhissalamın buna da cavabı var ki, dünən biz deyəcəkdik, vaxt çatmadı, məclisin vaxtını ondan çox uzatmaq istəmədik. Əhl-i Beyt əleyhissalamın vədə verdiyi bu ilahi savablar, ilahi vədələr İmam Hüseyn əleyhissalamın əzadarının barəsindədir. İstər ağlasın, istər ağlaya bilməsin. İkisi də gəlib hədislərimizdə. Mən bəka lil Hüseyn ov əbka ov təbaka vəcəbə ləhul cənnə. Kim İmam Hüseyn əleyhissalam üçün ağlasa, yaxud ağlatsa, bizim roza oxuyan, mərsi oxuyan dəyərli qardaşların da barəsində Əhl-i Beyt əleyhissalam buyurur. Möminləri ağlatsa, möminləri əzadar eləsə İmam Hüseyn əleyhissalam üçün, yaxud özü ağlasa, ağlaya bilmirəm neyniyim? Əhl-i Beyt buyurur, ov təbaka. Ağlaya bilmirsən, əlvi qoy gözün üstünə, özü ağlayanlara oxşadı. Vəcəbə ləhul cənnət. Cənnət insana vacib olar. Pəs Əhl-i Beyt əleyhissalam möminlərin bu nigarançılığına da cavab verir. Və məsələlərdən biri budur ki, əzadarlığa doğrudan bu boyda böyük savablar verirlər. Bəli, bunlar hələ bizə vədə verilən savabların, məqamların az bir hissəsidir. Bunu bizə vermirlər əslində. Kimin əzasına yığışmışıq, onun ehtiramına verirlər bizə. Biz Fatimənin əziz balasının əzadarları yox, Həzrəti Fatiməyə xatir, İmam Hüseyn əleyhissalama xatir, Əhl-i Beyt əleyhissalamın Allah yanında olan məqamlarına görə bizə bu boyda savablar verirlər. Tək bu mövzuda deyil, gedib açıb oxuyaq Əhl-i Beyt əleyhissalamın buyurduğu savabları görürsən, ən kiçik əməllərə böyük-böyük savablar verirlər. Adam baxır ki, doğrudan bu əmələ bu boyda savab düşür. Birin deyək, İmam Sadiq əleyhissalam buyurur, hər kəs hər namazdan sonra bir dəfə Qul Huvallah surəsini oxusa, namaz qurtarandan sonra namazın təqibatı deyilən əməllər var. Namazın ardıca gələn əməllər. Möminlər az çox riayət eləyirlər. Xanım Fatimə Zəhranın zikridir, Ayət-əl Kürsüdür, başqa əməllər. O əməllərin arasında Əhl-i Beyt əleyhissalam buyurur, kim bir dəfə Qul Huvallah surəsini oxusa, Allah həm özünü, həm atasını, həm ailəsini, balalarını bağışlayar günahları. Bir dəfə Qul Huvallah. Bunu bir dəfə Qul Huvallah oxumağa verirlər, bəli, amma bu şərtlə ki, mən Əhl-i Beyt əleyhissalamın dostlarından olum. Onlara xatir verirlər. Əslində məqam onlarındır.
Mənzilət onlarındır. Bu böyüklük onlarındır. Biz ki onların vilayətindəyik və onların məhəbbət dairəsindəyik, o nurdan biz də istifadə edirik. Onların məqamları barəsində ki, bizə hər sözü deməyiblər hələ. Bizə tutumumuz qədər, zərfiyyətimiz qədər, çəkə biləcəyimiz qədər deyiblər. Çox sözü hələ deməyiblər. Nə qədəsin gizlədiblər. Hələ gizlədiblər bizdən o fəzilətləri ki, dindən çıxmayaq. Bizim Şiə məzhəbində görürsən ki, imamların vaxtında bu gün də dünyanın o tərəf bu tərəfində azmaz ğali deyilən firqələr var,ğulatlar deyilən firqələr var. Əhl-i Beyt əleyhissalamı Allah bilir. Əhl-i Beyt əleyhissalamı gətirir, Rəbb bilir, Allahın şəriki bilir. Ki imamlar onlarla mübarizə aparıblar. Niyə? Eşidiblər o Əhl-i Beytin fəzilətlərin dözə bilməyiblər, tutumları olmayıb. Buna görə Əhl-i Beyt əleyhissalam çalışırdı ki, gizlətsin. Peyğəmbər sallallahu nə buyurur Əmir əl-Mömin əleyhissalamın barəsində? Buyurur, əgər qorxmasaydım ki, ümmətim Həzrət İsa'nın barəsində necə xristiyanlar, məsihilər çaşdılar, elə çaşarlar. Bundan qorxmasaydım, Əli ibn Əbi Talibin barəsində o sözləri deyərdim ki, keçdiyi yerdən ayağının torpağından təbərrük götürərdiniz. Amma qorxuram. Hər sözü deyə bilmirəm Əlinin barəsində. Əlini olduğu kimi çatdıra bilmirəm ki, insanlar çaşarlar. Mərhum Ravəndi kitabında nəql eləyir, qədim mühəddislərdən də, alimlərimizdən də. Bir nəfər gəldi İmam Hüseyn əleyhissalam yanına, 2 dənə dostu ilə, həqiqətdə 3 nəfər. Gəldilər İmam Hüseyn ağanın yanına, dedilər ki, ağa sənə sualımız var. Həzrət buyurdu, eşidirəm. Dedilər, bizə süz Əhl-i Beytin layiq olduğu məqamları olduğu kimi vəsf eləyir. Allah yanında hansı məqamımız var, onu bizə danışın. İmam buyurdu, mən danışa bilmərəm, sizin buna dözümümüz yoxdur. Dedilər, səndən xahiş edirik. Başqaları səndən başqa suallar soruşurlar. Hərənin bir dənə sualı var, istəyi var. Bizim də istəyimiz budur. Əl çəkmirlər. İmam buyurdu ki, yaxşı, gəlin belə eləyək. Siz ki, 3 nəfərsiniz, 2 nəfər getsin arxaya, 1 nəfər qalsın. Mən o 1 nəfərin qulağına bəzi sözləri deyəcəm. Əgər vəziyyət normal olsa, gələrsiniz, 3-üzdə də danışaram. Yazırlar, həmin ravilər nəql edir. Deyir, biz 2 nəfər çəkildik arxaya, 1 nəfər dayandı. İmam mübarək ağzına apardıq, onun qulağına nələrsə dedi. Deyir, biz baxdıq, az qalsın, həmin bizim dostumuz dəlili həddinə çatsın. Hədisdə var, az qalmış ki, tar aqluhu, ağlı başından çıxsın. Özləri israr eləyir. İmam demək istəmirdi. İmam gizlədirdi. Ata-babaları kimi, digər imamlar kimi gizlədirdi. Amma bunlar israr eləyirlər ki, dinə. Tutum yoxdur, çəkə bilməyəcəksən. O hədislərə deyirlər, əsrar Əhl-i Beyt. Əhl-i Beyt əleyhissalamın sirləri. İmamlar adi səhabələrinə danışmırdılar. Səhabələrinin arasında hətta xüsusi adamlar var idi. Xüsusi adamlara danışırdılar. Hədisi deməmişdən əvvəl əhd-i peyman alırdı ki, bunu başqalarına danışma. Söz verirdilər, hətta bəzən sözlərinə də əməl eləmirdilər. Onlardan nə qədəsi gəlib çatıb bizə. Necə çatıb bunlar? İmamın sir hədisləridir. Riayət eləməyiblər. İmama verilən sözə əməl eləməyiblər. Əzadara verilən bu məqam əslində Əhl-i Beyt əleyhissalamın bərəkətindəndir. Ki, dostları görürsən ki, ən kiçik əməlinə bu boyda savablar verirlər. Pəs İmam Hüseyn əleyhissalamın əzadarları narahat olmasınlar. Bu məclisdə iştirak eləmək, bu məclisdə İmam Hüseyn üçün sinə vurmaq, ağlamaq, ağlayanı oxşatmaq, hamısının savabı Allahın yanındadır. Hamısının savabı İmam Hüseyn əleyhissalamın dəftərində yazılır. Biz İmam Hüseyn əleyhissalama niyə ağlayırıq? Niyə əzadarlıq eləyirik? Çünki elə bir şəxsin məclisidir ki, bizdən əvvəl bütün salih insanlar, yer üzünə gəlib keçən bütün salih insanlar ona əzadarlıq eləyiblər. Hamısı. Peyğəmbərlərin əzadarlığından danışsaq, gərək ancaq temanı o barədə quraq.
Məsum imamların əzadarlığı barəsində danışsaq gərək neçə saat o barədə danışaq. Hədislər buyurur, nəinki peyğəmbərlər, ulul əzm peyğəmbərlər, qeyri ulul əzm peyğəmbərlər, Həzrəti Adəm, Həzrəti Nuh, Həzrəti İbrahim, Həzrəti Musa, Həzrəti İsa, əla nəbiyyina və alihi və aleyhimussalam, hamısı İmam Hüseyn əleyhissalama əzadarlıq eləyiblər. Nə vaxt? Hələ İmam Hüseyn əleyhissalam dünyaya gəlməmiş. Həzrəti Cəbrail onlara birinci İmam Hüseyn əleyhissalamın rozasını oxuyub. O ki, Həzrəti Adəm əleyhissalam özünü Allahın yanında günahkar bilirdi, istəyirdi Allaha tövbə eləsin. Allah Əhl-i Beytin adları nazil elədi ona. Dedi, bunlarla tövbə elə. İstəməksən bu adları çək, tövbə elə. Həzrəti Adəm əlin qaldırdı, o sözlərə, o adlara baxa-baxa, Allah səni an verirəm Peyğəmbərə və bi Aliyin və Fatimə vəl Həsən vəl Hüseyn. Hüseyn əleyhissalamın adına çatanda Həzrəti Adəm gördü ki, halı dəyişdi. Həzrəti Cəbraildən soruşdu ki, bu Hüseyn kimdir? Onun adına çatanda mənim halım dəyişdi. Həzrəti Cəbrail İmam Hüseyn əleyhissalamın rozasını oxudu. Həzrəti Adəm ağladı. Kərbəla müsibətin birinci Həzrəti Adəmə danışdı. Digər peyğəmbərlər, onların vəsiləri, onların canişinləri. Həzrəti Peyğəmbərin özü, xanım Fatimə Zəhranın özü, İmam Hüseyn əleyhissalam dünyaya gəlməmiş, gələcəyi evdə, dünyaya gələcəyi evdə onun üçün əzadarlıq edir. Harada var dünyada belə bir şey? Körpə doğulmamış, onun üçün əzadarlıq edirlər. Dünyaya gəlir, əzadarlıq edirlər. Tək Əhl-i Beyt ağlayıb, tək peyğəmbərlər ağlayıb, yox. Bəkəyyütükə ziyarətnaməsində var İmam Hüseyn əleyhissalamın. Bəkəyyütükə və haqqun li ən əbkik. Ağacan, ya Əba Abdullah, mən sən üçün ağlayıram, əzadarlıq eləyirəm. Və haqqun li ən əbkik. Mənə vacibdir ki, sənə əzadarlıq eləyim. Niyə? Səbəbin gətirir. Deyir, çünki sənin müsibətində göylər, yerlər, dağlar, dəryalar, yerdə, göydə nə var? Hamısı ağladılar sənin üçün. Hamısı sənə əzadarlıq elədilər. Təsəvvür eləyirik. İmam Sadiq əleyhissalam buyurur ki, İnnə Əba Abdullahil Hüseyn ibn Əli ləmma məza bəkət əleyhis səmavatü səb. İmam Hüseyn əleyhissalam şəhid olandan sonra 7 dənə göy İmam Hüseyn əleyhissalam üçün ağladı. Vəl ərazunə səb. 7 dənə yer ağladı İmam Hüseyn əleyhissalam üçün. Və ma fihinnə və ma beynəhunnə. Yerdə göydə olanlar və onun ikisinin arasında Allahın nə qədər məxluqu var, hamısı ağladı İmam Hüseyn əleyhissalam üçün. Vəl cənnətu və nar. Həm cənnət ağladı İmam Hüseyn əleyhissalam üçün, həm cəhənnəm əzadar oldu İmam Hüseyn əleyhissalam üçün. Və ma xələqə Rabbuna və ma yura və ma la yura. Allahın yaratdığı gözlə görünən və görünməyən bütün məxluqlar İmam Hüseyn əleyhissalam üçün ağladı. Aha. Cinlərin rozəsi var, əcinnənin qoşduğu şeirlər var, bizim kitablarımızda nəql eləyiblər. Əhl-i Beyt əleyhissalamın vasitəsindən çatıb bizə hansı şeirləri deyiblər, hansı mərsiyələri deyiblər İmam Hüseyn əleyhissalamın barəsində. Təsəvvür edirik. İnşallah sabahlarım İmam Hüseyn əleyhissalamın qəbrinin fəziləti barəsində danışanda o hədislərə işarə eləyəcək. 4000 mələk İmam Hüseyn əleyhissalam şəhid olandan bu günə qədər və bu gündən də elə zuhura qədər İmam Hüseyn əleyhissalamın əzadarıdır. 4000 mələk. Gecə gündüz ağlayırlar İmam Hüseyn əleyhissalam üçün. Biz ki Məhərrəm ayından Məhərrəm ayına, Səfər ayından Səfər ayına, bəzi qardaşların roza məclisləri olur evlərində və s. yerlərdə. Amma Allahın məxluqları var, gecə gündüz ağlayırlar İmam Hüseyn əleyhissalam üçün. Kimdir o mələklər? İmam Sadiq ağa buyurur, həmin mələklərdirlər ki, gəldilər Kərbəlaya, İmam Hüseyn əleyhissalamdan döyüş icazəsi istədilər, Həzrət olaraq vuruşmaq icazəsi vermədi. Qayıtdılar Allahın özündən icazə almağa. İcazə alıb qaydana gördülər ki, Kərbəla hadisəsi baş verir. Başlar nizələrdə, bədənlər atların ayağının altında olan olub. Məza, olanlar olub. Bunlar neynədilər? Bunlar dayı
Abratni geri qayıtmadılar, qaldılar Kərbəlada. İmam Hüseyn əleyhissalam dəfn olunandan sonra 4000 mələk qaldı Həzrətin qəbrinin yanında. İşləri gecə-gündüz İmam Hüseyn əleyhissalam üçün əzadarlıq eləməkdir. Mən ziyarət hədislərini sabah demək istəyirdim. Burasını burada keçib işarə eləyim. Görəcəkləri və gördükləri işlərdən biri İmam Hüseyn əleyhissalamın zəvvarlarını qarşılamaqdır. Onlar qaydanda onları yola salmaqdır. Xəstələnəndə görüşünə gəlməkdir. Dünyasını dəyişəndə cənazəsinin yanına gəlməkdir. Allahın mələkləri ya. Bu Hüseyn kimdir ki, aləm həmi divanəsidir? Onlar tanıyırlar İmam Hüseyn əleyhissalamın məqamını. Onlar bilirlər əzadarlığa nə verirlər. Onlar bilirlər ki, İmam Hüseyn əleyhissalam üçün əzadar olmağın fəziləti nə qədərdir. Bizə azmaz dəryadan, dənizdən damlalar, damcılar güc bala ilə gəlib çatıb əlimizdə olanlar bu qədərdir. Bizə ki deyirlər, niyə İmam Hüseyn əleyhissalam üçün əzadarsınız? Buna görə. Bütün salihlər, bütün Allahın övliyaları hamısı İmam Hüseyn əleyhissalam üçün ağlayıb, əzadarlıq eləyib. İndi bizdən soruşmaq lazımdır ki, niyə əzadarsan, yoxsa əzadar olmayanlardan soruşmaq lazımdır. Biz çox öyrəşmişik, atvet verməyə, cavab verməyə çox öyrəşmişik. Hərdən biz sual verməliyik, biz soruşmalıyıq. Elə hey YouTube'a baxırsan, o səhifəyə baxırsan, bu kanala baxırsan, görürsən ki, cavablar. Hərdən biz soruşmalıyıq bu sualları. Mənim ağlamağım, əzadarlığım təbiidir. Saydım, bütün peyğəmbərlər ağlayıb, yer ağlayıb, göy ağlayıb, mələk ağlayıb, külək ağlayıb, günəş ağlayıb, ay ağlayıb. Sən niyə ağlamırsan? Sən niyə əzadar deyirsən? Ha? Sağlam adamdan soruşmazlar, niyə sağlamsan? Xəstədən soruşurlar da, niyə xəstəsən? Nə olub xəstələnmirsən, düzdür? Xəstə gedir həkimə, doktorun yanına, ürəyim ağrıyır, başım ağrıyır, davlenim var, deyir, nə olub sənə? Nə olub, problemin nədir? Amma heç kim sağlam adamdan soruşmurlar ki, sənə nə olub, niyə sağlamsın? Bu mənim xəstə olmalıdır, belə sağlam olmalıdır da. Filan kəs rəhmətə getdi. Niyə rəhmətə getdi? Niyə dünyasını dəyişdi? Görsə insanlar üçün təəccüblidir. Amma heç kimdən soruşmurlar ki, niyə yaşayırsan? Düzdür? Çünki təbiidir də, qanundur ki, bu yaşamalıdır da. Səbəb gəlməli ki, bu dünyasını dəyişsin. Amma o gələnə qədər bu yaşamalıdır. Bizim əzadarlığımız təbiidir, normaldır, belə olmalıdır. Başqalarına nə olub görəsən əzadarlıq eləyə bilmirlər? Niyə peyğəmbərin ağladığı, Həzrəti Cəbrailin əzadarlıq elədiyi şəxsə ağlaya bilmirlər, ona əzadarlıq eləyə bilmirlər? Belə bir dənə əzəmətli kişinin yasına gələ bilmirlər, yas tuta bilmirlər ona. Amma Allah bu fəziləti, bu neməti, bu boyda böyüklükdə lütfü siz əziz qardaşlara, digər məscidlərdə olan möminlərə, dünyanın harasında, hər yerində Allah bu icazəni, bu lütfü verib ki, sizə və bizim bu məclisləri yaşadan ata-babalarımıza ki, bu şəxslərin əli ilə bu yas qorunsun. Biz də olmasaq, Allah bizdən yaxşıların gətirəcək, buna əmin olaq. Bu yas aradan getməyəcək. Bu matəm İmam Zaman əleyhissalamın zuhuruna qədər davam eləyəcək. Bu Allahın vədəsidir. İnnə lil Hüseyn fi qulubil müminin hararə. Peyğəmbər buyurub. Möminlərin qəlbində Hüseyn ibn Əli üçün od var, ateş var, hərarət var ki, onu söndürən heç nə yoxdur. İndi bəzi yerlərdə, bəzi ölkələrdə görsən qadağalar var, cərimələr var, iştiraflar var məclislər üçün, təsəvvür edirik. İmam Hüseyn əleyhissalam üçün məclis keçirsən iştiraf eləyirlər, danışırsan iştiraf eləyirlər, uşaq aparsan olmaz. Ala bilirlər, qabağını ala bilmirlər, onlardan böyüklər, onlardan kiçiklər ala bilsəydə alardılar, ala da bilməyəcəklər. Bu matəmin sahibi var. Bu odu, bu hərarəti möminlərin vücudunda yandıran var. Heç kimi bura dəvətnamə yazıb dəvət eləməyiblər. Möminlər eşidiblər İmam Hüseyn əleyhissalam məclisi, öz xoşları ilə gəliblər. Yığa bilərlər başqa məclislərə, yıxsınlar da. Məhərrəm, Səfər ayının
mislində oxşarında məclis qursunlar. Görək qura bilirlər. Qura bilməyəcəklər. Allah salıb bu odu, bu hərarəti, bu eşqi, bu yanğını möminlərin qəlbinə. Ona görə hələ də davam edir. İmam Hüseyn əleyhissalam özü buyurur. Hədis İmam Sadiq əleyhissalamdandır. Cəddi İmam Hüseyn əleyhissalamdan nəql edir. Həzrət buyurur: "Ənə qatilul abarə." Mən göz yaşı şəhidiyəm. La yəzkuruni mu'min illa ista'bara. Məni yada salan bütün möminlərin gözləri yaşarar, ürəklərinə, qəlblərinə qəm çökər. Hətta İmam Hüseyn əleyhissalam özü şəhid olmamışdan bu xəbəri verir. Bu mövzuda, bu temada cavab verilməli ən mühüm suallardan biri ki, qardaşlardan biri də dünənlər soruşdu. Biz yenə də deyirəm, vaxt, vremya azdır, çatdırmaq olmur, yarım saat, 40 dəqiqə ərzində bütün mövzunu əhatə eləmək olmur. Bəzən məcbur olur ki, bir-iki dənə mənbər həddində hansısa bir mövzunu danışmağa. Mühüm suallardan biri budur ki, bizə deyiblər, İmam Hüseyn əleyhissalam üçün ağlasan, günahların bağışlanar. Düz. Allah bütün günahlarımı bağışlayar. İndiyə qədər keçmiş səğirə, kəbirə, eyni tövbə kimi də bir adam mömin necə dinə gələndə, ibadətə gələndə, sidqi qəlblə Allaha tərəf istiğfar eləndə, tövbə eləndə Allah bütün keçmişini yuyur, bütün keçmişinin üstündən xətt çəkir. İmam Hüseyn əleyhissalamın əzadarı üçün də həmin vədəni veriblər. Suallardan biri budur. Biz İmam Hüseyn əleyhissalamın əzadarlığında bizə verilən bu vədə, bu savab bizi günaha qarşı cürətləndirmir. Biz gedək nə qədər istəyirik günah eləyək. Onsuz da Allah bizə bu vədəni verib də. Onsuz da Allah bizim günahımızı bağışlayacaq da. Günaha qarşı cürət yaratmır. Neçə dənə cavab vermək olar? Mühüm cavablardan biri budur ki, Allah Əhl-i Beyti, İmam Hüseyni, bu əzadarlığı bizə bəndəliyimizin artmağından, Allaha yaxınlaşmaqdan ötürü qərar verib. Verməyib ki, biz cəhənnəmə tərəf yaxınlaşaq. Verməyib ki, biz Allahın ibadətindən, itaətindən uzaqlaşaq. Deyiblər ki, əzadarsan, İmam Hüseyn əleyhissalamın dostusan, vilayətindəsən, məhəbbət çərçivəsindəsən, gözün çaşanda, qulağın çaşanda, dilin çaşanda, əlin, ayağın, bədən üzvlərin çaşanda Allah İmam Hüseyn əleyhissalamın hörmətinə bağışlayacaq. Deməyiblər Hüseyn ibn Əleyni bayraq elə, ged nə qədər istəyirsən günah elə. Heç yanda belə bir söz deyilməyib bizə. Ümumiyyətlə, Əhl-i Beytin göndərilmə fəlsəfəsi və hikməti budur ki, bizim əlimizdən tutsun, bizi Allaha yaxınlaşdırsın. Nəinki bizi Allahdan uzaqlaşdırsın. Əhl-i Beyt var, mən nə qədər istəyirəm günah eləyim, onsuz da şəfaət var, Allah bunlara görə bağışlayacaq. Belə bir söz yoxumuzdur bizim. Allah bu nurani varlıqları Əhl-i Beyt əleyhissalamın barəsində bəlkə deyə biləcəyimiz ən dəqiq sözlərdən biri budur ki, nurani varlıqlar. Onlar bu yer üzünün sakinləri deyirlər. Allah bu nurani varlıqları öz ərşinin yanında Allahın ərşini təvaf eləyən, gecə-gündüz ona təsbih deyən bu varlıqları yer üzünə saldı, gətirdi bu yer üzünə ki, bizim əlimizdən tutsun, bizi də aparsın Allahın ərşinin yanına. Bizi də aparsın Allaha tərəf. Camiə Kəbirə ziyarətnaməsində İmam Hadi əleyhissalamdan bizə çatan bu əzəmətli ziyarətnamədə oxuyuruq, deyirik ki, ey Əhl-i Beyt, sizin bu dünyada işiniz yox idi ya. Allah bizə lütf elədi, bizə xatir sizi gətirdi bura. Biz yazıqların əlindən tutub aparasınız. Sizin burada nə işiniz var idi? Siz Allahın təsbih deyənləri idiniz, Allahın zikir deyənləri idiniz. Harada? Allahın ərşinin yanında. Bəs Allah onları göndərməyib ki, bizim günahlarımızı çoxaltsın, bizi özündən uzaqlaşdırsın. Göndərib ki, əlimizdən tutsun, günbəgün, saat-basaat bu ildən o ilə bizi özünə tərəf yaxınlaşdırsın. Ki, inşallah ki, o cürdə olsun. Alimlərdən birinin yaxşı sözü var. Deyir, insan yarım saat gedir ətir dükanında, duxu satılan dükanda oturur,
Dükandan çıxırsan, mağazindən çıxırsan, görürsən ki, bütün bədənindən ətir iyi gəlir. Bütün bədənindən. Yarım saat gedib ət satılan dükanda qəssabın yanında oturursan, çıxırsan, görürsən ki, bütün bədənindən nədir? Ət iyi gəlir. İndi yaydır da, sezonudur. Samavar çayının yanında oturursan, yarım saatdan sonra oturursan, bütün bədəndən hiss iyi gəlir. Düzdür? Ey, nə qədər bu misallardan. O alim deyir, necə olur bizi 20 ildir, 30 ildir, 40 ildir bəzən İmam Hüseyn əleyhissalamın məclislərində iştirak edirik. Hüseyn ibn Əlinin ətri bizi nə vaxt bürüyəcək? Yarım saata o ilər məni hopurdu. 30 il bu işi görə bilmədi. İmam Hüseyn əleyhissalamın məclisləri bu işi bacarmadı. Problem nədir ki, biz o problemi tapmalıyıq? Mən özümdən danışıram burada ki, əziz qardaşlarım, hamısı ən yaxşı formada İmam Hüseyn əleyhissalama vəsl olublar, İmam Hüseyn əleyhissalama çatıblar. Mən özüm kimlərdən danışıram. Əhl-i əleyhissalamı buna görə göndərmişdi Allah Teala. Ki, bizim bəndəliyimizi çoxalsın. Bir nəfər gəldi İmam Sadiq ağanın yanına, dedi, ağa söz eşitmişəm, izahını istəyirəm. İmam buyurdu, eşidirəm. Dedi, demişsiniz ki, bizim vilayətimizi tapandan sonra nə istəyirsiniz eləyin? İmam dedi, bəli, demişəm. Mən də demişəm, ata-babalarım da deyib. İmama dedi ki, nə istəyirik eləyə? İmam buyurdu, bəli, nə istəyirsiniz eləyin. Dedi, ağa, günah eləyək biz. Hansı günah istəyirik eləyək? İmam əlin qoydu başına, dedi, məazəllah. Allaha pənah barım. Siz bizdən belə bir söz gözləyirsiniz ki, biz sizə deyək, gedin nə günah istəyirsiniz eləyin. Biz demişik ki, bizi tapandan sonra hansı ibadət eləyirsiniz eləyin, Allah sizdən qəbul eləyəcək. Başqalarından eləmədiyi qəbulu sizdən qəbul eləyəcək. 2 rəkət namaz, 1 gün oruc, müstəhəb oruclar, vacib oruclar, ümrələr, həclər, ziyarətlər, nə qədər bacarsınız, hamısını sizdən qəbul edəcək. Biz sizi günaha tərəf çağırmamışıq, günaha tərəf təşviq eləməmişik. Bu bir. İkinci cavab budur ki, bizə ki, Allah əhl-i beytə xatir, məsələn, İmam Hüseyn əleyhissalamın əzadarlıq mövzusudur. İmam Hüseyn əleyhissalama xatir bu boyda hörmət qoyub ki, biz nə günah eləsək bağışlayacaq, gərək bu hörmətə biz də qarşılıq verək də. Sabah Həzrətin ziyarət hədislərini oxuyanda, ağır hədislərdir İmam Hüseyn əleyhissalamın ziyarət hədisləri. Əhl-i beyt buyurur, keçmiş və gələcək günahlarını Allah bağışlayar. Həm keçmişi, keçmiş heç. Qaydandan sonraki günahlar baş verə bilər İmam Hüseyn əleyhissalamın zəvvarından, hətta onları da bağışlayar. Möminlər bu hədisləri eşidəndə görürsən ki, dayanırlar, deyir, biz günah eləməyək, bizə bu boyda lütf eləyiblər. Gərək bu lütfə qarşılıq verək. Mənə deyiblər, sən günah eləsən bağışlayacam. Hətta ildə bəzi günlər var ki, o günlərin barəsində günlərdən biri Qədrxum günüdür. Əhl-i Beyt əleyhissalam buyurur, Rufi'al qələm. Allah Teala kameraları söndürür. Mələklərə deyir, dayanın, yazmıyor. Əli ibn Əbi Talibin şiyələrin günahlarını yazmıyor. Mən əzəmətli bir dənə şəxsin evinə, böyük bir dənə şəxsin evinə getsəm, desələr ki, mənə başvun üstündə bu 50 dənə kamera ki var, sənə görə söndürmüşük bu kameranı. Mən o evi soyub talayaram, yoxsa o evin hörmətini saxlamağa çalışmalıyam. Hansını eləməliyəm? Məndən başqası gəlsə, yanılıdır o kameralar, çəkir, addım neynəsə hamısını çəkir. Amma deyir, çünki sən Əli ilə gəlmisən, Əli ibn Əbi Taliblə gəlmisən, Hüseyn ibn Əli ilə gəlmisən, sənin günahlar var, göz yumacaq. Bu bizi günaha cürətləndirməlidir, yoxsa o evin sahibinin hörmətini saxlamağa. Hansıdır? Bu iki. Üçüncü cavabı deyim, yavaş-yavaş mövzunu qurtaraq və qardaşların mərsiyəsindən, rozasından istifadə edək. Üçüncü məsələlərdən biri budur ki, günah mövzusu məgər sadə mövzudur. Mən ürəyimlə istəyir eləyim. Günahların bu qədər gücü var, bu qədər təsiri var ki, hətta gəlib məni vilayətdən çıxarda bilər. Əgər mənə straxovka varsa, məni
Zəmanətli bir dənə söz varsa ki, mən nə günah eləsəm, vilayətdə qalacam, bəli gedim eləyim. Belə bir zəmanət verilməyib bizə. Özü də gizlədə bilər. Hədis deyir, Allah neçə şeydə gizlədib. Məşhur hədisdir də. Dostların insanların arasında gizlədib. Deyir, hamıya hörmət elə ki, çaşıb Allahın dostuna hörmətsizlik eləməyəsən. Hamıya. Məscid əhli, qeyri-məscid əhli. Gördüyün hamı ilə yaxşı davran. Razılığın ibadətdə gizlədib. Müstəhəbdir, vacibdir, onu da deməyib. Hansı əməldə deməyib. Ona görə deməyiblər ki, hamısın elə, hansıdır Allahın razılığına çatasan. Qəzəbin də günahların arasında gizlədib. Hansı günahda adı da çəkilməyib. Quran buyurur, günahların bu qədər tutumu var, bu qədər gücü var, bu qədər potensialı var ki, insanı gətirib dindən çıxarda bilər. Ayəsi Məryəm surəsində. Thumma kana aqibatullezina asa'us-su'a en kazzabu ayatillah. Günahkarların axırı o yerə gəldi, çatdı. Günahkarlardan söhbət gedir ha. Mömin idi, müsəlman idi, günah eləyirdi. Tövbəsiz, istiğfarsız dalbadal günah eləyirdi. Thumma kana aqibatullezina asa'us-su'a en kazzabu bi ayatillah. Gəldilər Allahın ayələrini inkar elədilər. Yəni nə oldu? Dindən çıxdılar. Pəs mənə əzadara, zəvvara, bağışlanmaq, günahlarına göz yummaq vədəsi verilibsə, bu o deməkdir ki, ehtiyatla bu mövzuya, günah mövzusuna yanaşmalıdır və bu mövzudan Allahın bəndəliyinə, Allahın itaətində, Allahın təqvasında istifadə eləməlidir və İmam Hüseynin bərəkətindən günbəgün Allaha yaxınlaşmalıdır.